həm buraxılışı, həm bloka düşən funksiya suallarından biri. Deməli, uyğun bir intervalda təyin olunmuş fx funksiyası üçün bərabərlik verilib, f1 2də 1 olarsa, bunu nəzərə alsaq, f46 nədir? Deməli, x-in yerinə 1 yazsaq əgər, f1 çıx f2 və əvvəlcədən diqqət yetirsək, bunu 1 bölünsün, x vurulsun, x plus 1 şəklində yaza bilərik. Bərabərdir 1 bölünsün, 1 vur 2. X-in yerinə 2 yazdıqda f2 çıxılsın f3 bərabərdir 1 bölünsün 2 vur 3. 3 yazsaq əgər f3 çıxılsın f4 bərabərdir 1 bölünsün 3 vur 4. Və ən nəhayət 45 yazdıqda f45 çıxılsın f46 bərabərdir 1 bölünsün 45 vurulsun 46 alarıq. Bunların hər birini alt-alta toplasaq nə olar? Baxın, f2-lər, f3-lər, f4-lər və s. f45-lər gedər. Əlimizdə f1 çıxılsın f46 bərabərdir. 1 böl 1 vur 2. Üstə gəl 1 bölünsün 2 vur 3. 1 bölünsün 3 vur 4 və s. 1 bölünsün 45 vur 46 qalar. Biz bu ifadəni hesablasaq əgər nəyə bərabər idi? 1 bölünsün 2 çıx 1-də. 1 böl 1 çıxılsın birinci və sonuncunu saxlayırdıq. 1 böl 46. Təbii ki, bunu isbatlı şəkildə dərsimizdə vermişik necə alındığını. Alınacaq 46-da 45. Nəyə bərabər idi? F1 çıxılsın F46-ya. Deməli, F1-imiz neçə idi? 2də 1. 2də 1 çıxılsın F46 bərabərdir 46-da 45. F46 bərabərdir. Bizə 46-da 23 çıx 45 mənfi 22 qiymətini verəcək ki, bu da mənfi 23-də 11.